Putindən son dəqiqə açıqlaması. Rusiya döyüşlərin dayandırılmasına razıdır. Rusiya Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razıdır. Lakin bu uzun müddətli sülhə gətirib çıxarmalıdır. Report xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq. Lakin bu elə bir dayandırma olmalıdır ki, uzun müddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini aradan qaldırsın. Bu barədə Vladimir Putin Rusiya-Belarus yüksək səviyyəli danışıqların yekunlarına dair mətbuat konfransında deyib. Rusiya prezidenti hesab eləyir ki, Ukraynada atəşkəs əldə olunması ideyası düzgündür, amma müzakirə edilməli olan məsələlər də var. Eyni zamanda Putin atəşkəs əldə olunarsa, Rusiya qoşunlarının hər nöqtəsində hücuma keçdiyi 2000 kilometrlik döyüş xətti boyunca vəziyyətin necə olacağına dair sual da verib.